Salam hörmətli Kəngərli müştəriləri. Sizə bu günləri bu quzunu doğranışı göstərəcəyik. Sözü yeri gəlmişkən deyim ki, qardaşlardan biri qurbanlıq quzu kəsdirib. Belə onu doğrayacağım inşallah. Həmin quzunu doğrayacağım. Siz də baxacaqsınız. Bu körpə qurbanlıq quzudur. Qardaşlardan biri tapşırıb. Onu pay eləyəcəyik bu gün. Yəni kim istəsə qurbanlıq kəsdirə bilər. Qurbanlıq kəsdirib burada o xidmət varımızdır. Pay eləyib, verir, aparırlar. Allah qəbul eləsin. Hər hissəni ayrı-ayrı formada doğrayıb təqdim edirik. Kroklara da addemlə yığırıq ki, evdə pay eləyəndə əziyyət çətinlik olmasın. Budur hissəsi. Ananın budları, quzunun budlarıdır. Gül kimi formadadır. Kim belə təmizləyir? Yəni o yeşikləri kim belə təmizləyir? Heç yerdə belə bir şey yoxdur. 2 dənə danadan çıxan sümüyə bax. 50 kilo, 60 kilo sümüydür. Heç yerdə belə şey yoxdur. Bütün yağlardan, yəni bax yağı sayış yaxından bax, yağlardır. Ətin is yağıdır, ətin üstündən təmizlənən yağlardır. Təntirlərdir, heç nəsə sümüklər, çanaq sümüyü, but sümükləri, qaryaşqalar, lapatqalar, qol hamısını çıxardırıq. Pazvanokları bir dənə görürsən, pazvanoklardır. Hamısını çıxardırıq. Tərtəmiz formada gəlin burada alın, gəlin burada alın, ətlərinizi burada alın. Reklam xətrinə deyil. Bu xalqımızı sevdiyimizə görədir. Ya Allah. Görürsən, müştərimiz birdən adi formada alanda da biz bunları çıxardırıq. Adi formada gəlib 1 kilo, 2 kilo, 3 kilo ət alan müştəri biz bunları çıxardırıq. Qoldaşlar hamısını çıxardırıq. Qurd yeməz zat, pip, görürsə hər şey gül kimi formadadır. Bu formada təqdim edirik. Biz getdik. Ya Allah. Xəstəlik qardaş, bax ətin gözəlliyinə bax. Adam bu əti çiğ-çiğ yemək istəyir. Nə xəstəlik, nə falan. Bax, bu ət xəstə demək olar, günahdır, ətin gözəlliyinə bax. Xəstə ət solğun olur. Xəstə ət, özü də bizdə baytar nəzarətindən keçmiş heyvanlar, danalar, quzular hamısı baytar nəzarətindən keçmiş quzulardır. Hər biri ayrı-ayrılıqda yığılacaq. Misal üçün, biz miyəntəyi 1 kiloka yığırıq, quyruğu 1 kiloka, bud hissəsini, qol hissəsini, qaburğa hissəsini, hər birini ayrı-ayrı yığırıq ki, evdə də ayranda çox rahat şəkildə onun üstündə işləyə bilsinlər, axtarmasınlar. Söz. Hissələr var, misal üçün kebaba isti halda yaxın. Evdə kebab bişirməyinə çətinliklər törədir. Amma ət özünü tutandan sonra daha yaxşı doğranır. Müştəri də onu şişədə taxa bilir, manqalda qəşəng rahat bişirə də bilir. Bu dana belinə də aiddir. Çox adam dana beli, dana bastırması sifariş eləyir. Amma isti götürəsən, aparsın. Amma elə deyil. O özünü tutmalıdır ki, biz onu rahat doğrayalım, müştəri evdə əziyyət çəkməsin. Biraz da qaburğa doğrayacaq. Video çox yer tutmasın deyə hamısını sizə göstərə bilmirəm. Sinə qaburğası görürsünüz ayrıdır, bel ayrıdır, qol ayrıdır, bud ayrıdır. Antrikotları ayrı doğrayırıq. Ki cəmaət bunu evində 10 kilo, 15 kilo, 20 kilo qurbanlığın içində bunları axtarmasın. Boyun hissəsidir. Bunu da doğrayıyorum. Videomu yekunlaşdıraq. Çünki
video uzun olanda da yaxşı alınmır. Odur ki, yekunlaşdırmaq istəyirik. Buyurun. Bu cür kimin sifarişi var, gəlsin, canla başla qulluğunuz eləyək. Sağ olun, nuş olsun. Allah qəbul eləsin.